Trump, İranda dinc aksiyacılara ateş açılsa ABŞ köməyə gələcək. Biz ora getməyə tam hazırıq. İsrail-İran müharibəsi ərzində ora gedilməsə də, yəni bombardmançı təyyarələr göndərildi və İranın nüvə obyektləri bombardman olundu. Hələ Donald Trump, İranın ali rəhbəri Seyid Əli Xamneyi, indi Ayətullah falan da deyirlər. Mən indi o uzun-uzaq deməyəcəm. Xamneyə demişdi ki, sənin harada gizləndiyini bilirik. İstəsək vurarıq, amma hələ səni vuruq. Şans edib, sadəcə olaraq İrandakı rejim dəyişməlidir. Mütləq surətdə bunu Amerika tərəf demişdi, İsrail də demişdi, Netanyahu da çağırışlar edirdi ki, bu müharibə və s. səbəbi sizdəki rejimdir, quruluş, dini İslam Respublikası söhbətlər, mövzumat, tabanı quruluş. Əsas problemimiz, yəni bu dəyişsin, bunu devirin, heç bir problem olmayacaq. İsrail, İran əməkdaşlıq, qardaşlıq və s. edəcəklər, regional tərəfdaşlıq da həmçinin. Məhsa Əmini, yadınızdasa Təbrizdə Azərbaycanlı qızın öldürülməsində şiddətli etirazlar olmuşdu. Lakin o vaxtları Joseph Biden hakimiyyəti İrandan nüvə danışıqlarına gedirdi, nüvə proqramı üzrə və İranda heç bir hakimiyyət dəyişikliyi, İrandakı İslam, belə deyək, əvvəl deyirlər, Molla rejimin devirmək fikirləri yox idi. Amma Donald Trump'ın fikirləri deyəsən qətidir və İrandakı rejimi dəyişmək istəyir.